İmam Həsənin neçə övladı var idi? Kimləri idilər? Onun qızları, oğlanları barədə nə yazırlar? Bu gün İmam Həsənin övladları barədə danışacağam. Əgər axıracan qulaq assan, məlumat qazanmış olacaqsan, yox əgər baxmasan bir şey itirmiş olmayacaqsan. Yəni rahat şəkildə bu videonu bağlayıb gedə bilərsən. Bundan əlavə qeyd edeyim ki, belə oturduğum üçün üzrlü sayın, mən harasa yayxanıb oturmayanda rahat danışa bilmirəm. Yəni bu cür oturmağımı özünüzə qarşı hörmətsizlik kimi qəbul etməyin. Həm bundan əlavə mənim çəkiliş üçün studiyam da yoxdur. Yəni evdə haranı tapsam orada oturub bir şey çəkməyə çalışıram. Mətləbə qayıtmalı olsaq qeyd etməliyik ki, İmam Həsənin övladlarının sayı barədə fərqli fikirlər var. Məsələn, Şeyx Müfid İmamın ümumi olaraq övladlarının sayını 15 nəfər yazır. Şeyx Təbərsi isə 19 oğlu, 7 qızı olduğunu qeyd edir. İbn Covzi, İbn Hişam və Vaqidi isə imamın 15 oğlu və 8 qızı olduğunu qeyd edir. Əslində ümumi olaraq imamların yaxud hər hansı bir tarixi şəxsin neçə övladı olması barədə, əsasən də İslami şəxsiyyətlərin neçə övladı olması barədə ixtilaflı, fərqli fikirlərin yazılması normaldır. Çünki günümüzdə belə bəzən kiminsə haqqında övladlarından söhbət düşəndə, məsələn, biri o birisinə qayıdır ki, onun məgər 3 övladı yoxdur ki, məsələn, o da deyir ki, yox, onun 4 övladı var. Bir fərqli bir şey deyir. Deyir, amma elə bilirdim, mən 3-ünü görmüşdüm, elə bilirdim 3 də onun. Yəni günümüzdə də bu cür hadisələr olursa, indi təsəvvür eləyin 1400 il əvvəl, 1300 il əvvəl. Yəni nə qədər yazılan yanlış bilgilər ola bilər. Yəni bunları nəzərə alsaq, bu cür ixtilafların, fərqli fikirlərin olması elə də qeyri-adi bir şey deyil. Hələ qızlar haqqında fərqli fikirlərin olması, yəni neçə qızı var, neçə qızı yoxdur. Bunlar lap belə normaldır. Çünki həmin o dövrdə qızlar ictimai, siyasi işlərlə çox məşğul olmurdular. Ümumiyyətlə, tək-tük hallarda hansısa bir qadın ictimai, siyasi işlərlə məşğul olardı. Onların adı keçir, yəni tarix kitablarında. Qalan, sən baxırsan ki, yəni o birilər 15-16 yaşı oldu, ərə verdilər vəssalam. Dərs yox, tədris yox, universitetə də hazırlaşmaq yox, günümüzdəki kimi. Da çatdı, buluq yaşına çatdı, yəni bir qız kimi formalaşdı, tamamdır. Yəni ərə verirdilər, gedirdi. Və bu insanlar ictimai, siyasi proseslərdə də iştirak etmədiklərinə görə bunların adları xüsusi olaraq yazılmırdı çox vaxt. Tək-tük qızların adları keçir tarix kitablarında. Odur ki, İmam Həsənin də qızları arasında bir neçəsinin adı keçir, yəni bilinir, məlumdur. Onlardan məsələn, Ümmül Hüseyn Abdullah ibn Zübeyr ilə ailə qurduğu üçün kitablarda adı keçir ki, hə, İmam Həsənin qızı idi. Abdullah ibn Zübeyrə İmam Həsən onu ərə verib və Ümmül Hüseyn kimi tanınır. Adının əslində nə olması məlum deyil. Yəni Ümmül Hüseyn Hüseynin anası deməkdir. Görünür Hüseyn adında bir övladı olub və ona görə ona Ümmül Hüseyn deyilmişlər. Başqa bir qızı Ümmü Abdullahdır. O da İmam Səccada ərə gedib. Yəni öz əmsi oğluna, İmam Hüseynin oğluna ərə gedib. O da Ümmü Abdullah deyirdilər ona. İmam Həsənin başqa bir qızı da Ümmü Sələmə idi. O da yenə Zübeyr nəslindən olan Əmr ibn Münzərlə ailə qurmuşdu. İmam Həsənin oğullarından danışmağa başlasaq, Zeyddən başlaya bilərik. Tarixçilər onun Kərbəla hadisəsində iştirak etməsi ilə bağlı tərəddüdlə bəzi şeylər qeyd ediblər. Yəni birbaşa o da iştirak etdi yazılmayıb. Lakin bəzi yerlərdə əsrlər arasında onun da adı keçir. O da sonrakı tarix kitablarındadır. Mənim nəzərimcə o Kərbəla hadisəsində iştirak etməyib. Onun uzun ömür yaşadığı və 90 yaşında vəfat etdiyi qeyd edilir. Tarixçilərin təsvirinə görə o xeyirxah, alicənab, fəzilətli bir şəxs idi və insanlar onun qapısına kömək üçün kömək istəməyə gəlirdilər. O da insanlara öz əlindən gələn qədər köməklik edirdi. Onun dövrünün şairləri də onun haqqında çox yaxşı sözlər yazır, onun fəzlindən, xeyirxahlığından, səxavətindən bir çox sözlər, şeirlər yazmışlar. Lakin tarix kitablarında onun öz qohumları ilə bağlı əlaqələrindən danışarkən bəzi şeylər də yazılır. Məsələn, əmsi Məhəmməd Hənəfiyyənin oğlu Əbu Haşim Abdullahın ölümündə, zəhərlənməsində Zeydin əli olduğunu qeyd edirlər. Mən bu barədə uzun-uzadı danışmaq istəmirəm. Onların arasında bir hüquqi məsələdən ötürü belə bir şey olmuşdu. Zeyd də gedib Əməvi xəlifəsinə demiş ki, şiələr bu saat Əbu Haşim Abdullahın ətrafında toplanıblar. Bəs bu sənin üçün təhlükədir. Atası əvvəl Məhəmməd Hənəfiyyənin ətrafındaydılar, indi Əbu Haşimin ətrafındadır bir dəstə şiə. Sənin hökumətin üçün təhlükədir. Əbu Haşim Abdullah yolda Şamdan çıxıb qaydanda yolda onu zəhərləyir.
Əməvi xəlifəsi. Məsələ necə olmuşdu? Uzun-uzadı danışmaq istəmirəm, çünki video ancaq Zeydin həyatı ilə bağlı deyil, ümumi olaraq İmam Həsənin övladları ilə bağlıdır. Amma kimsə Zeydlə həmin bu Əbu Haşimin söhbətini bilmək istəyirsə, kitabımda Məhəmməd Hənəfiyyə kitabımda qeyd eləmişəm, istəyənlər, yəni əldə etmək istəyənlər rəylərdə yazarlar. Və nəhayət Zeydin harada dəfn olunması ilə bağlı, yəni 90 yaşında deyirlər ki, dünyasını dəyişdi. Onun bəzi tarixçilər Qahirədə dəfn olunduğunu deyirlər, Misirdə. İndi necə gedib Misirə çıxıb, nə hadisələr oldu, o artıq ayrıca gərək Zeydin həyatını araşdırasan, ondan sonra bunun söhbətini eləyəsən. Mən sizə ümumi olaraq İmam Həsənin övladları barədə danışıram. İmam Həsənin başqa oğlu Həsən Müsənnadır, yəni ikinci Həsən deyirlər, Həsən ibn Həsən. Ona Həsən Müsənna deyirlər və o Kərbəla hadisəsində iştirak etmişdi, Kərbalada Aşura günü döyüşmüşdü, çoxsaylı yaralar alır və yerə yıxılır, belə deyək, huşu gedir. Və yaxınlaşıb onun başını kəsmək istəyən görürlər ki, bu hələ nəfəs alır. Yəni hələ yaşayır. Həmin vaxt bunun ana tərəfdən qəbiləsindən bir nəfər çıxır ortalığa. Həsən Müsənnanın anası Fəzari yaxud Fizari qəbiləsindən idi və həmin vaxt həmin qəbilədən olan Əsma ibn Xaricə adlı bir nəfər ortaya çıxır və ona şəfaət eləyir bir sözlə ki, yəni buna toxunmayın, mən bunu aparıram özümlə. Və ona görə razılaşırlar yəni. Sonradan onu aparır Kufədə səhv eləmirəmsə müalicə eləyir və bir il hardasa müalicə alır Həsən Müsənna. Bir ildən sonra özünə gələndən sonra və həmin o Əsma ibn Xaricə, kişidir Əsma adı, yəni binti deyil, ibn. Və onu özünə gətirəndən sonra bir ildən sonra buraxır, sərbəst buraxır ki, çıx get. Yəni ana qəbiləsindən bir nəfər ortaya çıxmasaydı, onu da çox güman ki, Kərbalada öldürəcəkdilər. Və qayıdandan sonra İmam Hüseynin qızlarından biri olan Fatimə ilə ailə qurmuşdu. Qeyd edeyim ki, Abbasilər dövründə zülmə qarşı qalxan bir çox seyyidlərin, yəni Həsəni seyyidlərin dədəsi budur, belə deyək, babaları budur. Həsən Müsənnanın soyundan çox sayda olan seyyidlər qiyam qaldırırlar. Hər 20 ildən bir demək olar ki, qiyam qaldırırdılar bu kişinin soyundan gələnlər. İmam Həsənin başqa bir oğlu da Hüseyn Əsrəmdir. Hüseyn Əsrəm ona deyirlər ki, ön dişləri olmayan şəxsə Əsrəm deyirlər ərəblər. Yəni bizim dildə biraz kobud da səslənsə mırıq diş mənasındadır. Yəni birbaşa o sözün qarşılığı. Ön dişləri sındığına görə, olmadığına görə Hüseyndə. Ona Əsrəm deyirdilər. Hüseyn Əsrəm ləqəbi ilə tanınır. Hüseyn Əsrəmin anası Zəmiyə adında bir Ümmü Vələd idi. Ümmü Vələd əslində kimə deyirlər? Ümmü Vələd kəniz olub və ağasından uşaq dünyaya gətirib. Yəni İmam Həsənin kənizi olub və sonra Hüseyni doğduğuna görə belə deyək, azad sayılır. Onun bir hökmü var. Yəni bir cariyə, bir kəniz ağasından uşaq dünyaya gətirirsə satıla bilməz, atıla bilməz, verilə bilməz. Yəni artıq azad da sayılır. Çünki ağası öləndən sonra avtomatik azad bir qadın olur. Bu barədə bəlkə gələcəkdə İslamda qul və kəniz mövzusu necə olub, nəzər olub, bu barədə danışsam bəlkə söz vermirəm, amma ola bilər ki, danışım gələcəkdə. Hüseyn Əsrəmin Əli, Həsən, Muhammed, qızlardan Ümmü Sələmə, Gülsüm və Fatimə adları ilə tanınan övladları olub, lakin bir neçə nəsil sonra onun soyu dayanıb, yəni davam eləməyib. Bunu da qeyd edeyim ki, müasir tarixçilərdən bəziləri Hüseyn Əsrəmin Kərbəla əsirlərinin sırasında olduğu qeyd edilir. Yəni o da Kərbalada olub, döyüşüb, döyüşməyib, necə olub da bilmirəm. Bəziləri deyirlər ki, müasir tarixçilərdən, bəs o da Kərbalada olub və əsirlər arasında olub. Amma bunun nə dərəcədə doğru olub olmadığını gərək Hüseyn Əsrəmin öz həyatını araşdırasan artıq. İmam Həsənin başqa bir oğlu da Ömər idi. Ömər bəzi mənbələrdə Əmir də yazılır onun adı. Onun da anası Hüseyn Əsrəmin anası kimi Ümmü Vələd idi, yəni uşaq sahibi olan cariyə, kəniz. Xarəzmi Ömərin, yəni Həsənin oğlu Ömərin Kərbalada uşaq yaşında şəhid olduğunu qeyd eləyir. İbn Şəhraşub isə onun Kərbalada şəhid olmağını tərəddüdlə qeyd eləyir. Mən də bu barədə əslində İbn Şəhraşubla həmfikirəm. Kərbalada uşaq yaşında şəhid olması məsələsi ümumiyyətlə səhvdir, çünki biz onun tarix kitablarında uşaqlarının, övladlarının olduğunu görürük. Uşaq vaxtı özü şəhid olsaydı Kərbalada, yəni ailə sahibi ola bilməzdi. Bu öz yerində, bəziləri də onun Kərbalada olduğunu, lakin yəni döyüşməyib, uşaq olduğuna görə döyüşməyib, əsirlərlə bir yerdə Şama aparıldığını qeyd edirlər və orada bir məsələni də qeyd edirlər ki, Şamda güya Yezid
Ömərə, yəni Həsənin oğlu Öməri görüb, deyir ki, öz oğlu Xalidi göstərir, deyir ki, bununla güləşə bilərsən. Ömər də qayıdıb deyir ki, yox, o belə vəziyyətdə yox, amma bir xəncəri ona ver, bir xəncər mənə, ölümünə döyüşək. Əgər mən ölsəm, cəddim peyğəmbərə qovuşacam. Əgər o ölsə, o da cəddi Əbu Süfyana qovuşar. Belə bir şey deyir. Bu məşhur bir rəvayətdir, açığı bir çox kitablarda fərqli biraz formada olsa da belə bir şeyə rast gəlmişəm bir neçə dəfə. Amma bunu qeyd edirlər ki, bəziləri İmam Həsənin oğlu Ömərdir. Mənə görə bu İmam Həsənin oğlu Ömər deyil. Çünki orada balaca bir uşaqdan söhbət gedir. Balaca uşaq deyəndə hardasa yeniyetmə deyil də 13-14 yaşında. Məsələn, Qasım 13 yaşında şəhid oldu Kərbəlada. Ona balaca demirik biz. Yeniyetmə deyirik. 13-14 yaşında belə. Amma Ömər haqqında isə deyirlər balaca. Balaca yəni 7 yaşında, 8 yaşında. Bu da ola bilməzdi ki, İmam Həsənin bu yaşda oğlu olsun. Niyə? Çünki İmam Həsən ağa Kərbəladan 10 il qabaq dünyasını dəyişmişdi, vəfat etmişdi. Və buna görə də 8 yaşında məsələn oğlunun Kərbəlada olması yəni mümkün deyil. Amma bir məsələ var. İmam Hüseyn ağanın özünün də Ömər adlı bir övladı olub, oğlu olub. Şayət İbn Şəhrəşubda var bu. O da gətirir adların içində İmam Hüseynin oğlu Ömər. Şayət ola bilsin ki, tarixçilər İmam Hüseynin oğlu Ömərlə Həsənin oğlu Öməri səhv salıblar. O mümkündür. Çünki İmam Hüseyn ağa sağ idi. Oğlu da ola bilər ki, 6 yaşında, 7 yaşında bir oğlu olsun. Mümkün idi bu. Və sarayda olan söhbətdə də həmçinin İmam Hüseynin oğlu Ömər, yəni elə bir söhbət eləyə bilər. Bəs sonradan nə oldu? İmam Hüseynin oğulları arasında biz Öməri görmürük. Ola bilsin ki, bir neçə il sonra dünyasını dəyişib, nə bilim, çox olub. Yəni İmam Əlinin də o qədər oğulları olub ki, yəni özü dünyasını dəyişəndə cəmi 12 övladı var idi. Halbuki onun bir çox oğulları, övladları dünyasını dəyişmişdi. Yəni uşaqkən dünyalarını dəyişib. Heç ancaq adları var, ölümləri belə yoxdur. Buna görə düşünürəm ki, ola bilsin İmam Hüseynin oğlu Ömər olub sarayda olan. O da rəvayəti məşhurluğuna görə ki, çox məşhurdur. Amma İmam Həsənin oğlu Ömərin orada olması düz gəlmir yaşdan bağlı. Mən düşünürəm ki, Ömər, yəni İmam Həsənin oğlu Ömər böyük olub Kərbəla hadisəsində. Bir 20 yaşında da olub heç olmasa və orada da iştirak eləməyib. İmam Həsənin digər bir oğlu Qasım ibn Həsəndir, Qasımdir, o Kərbəla şəhididir və onun haqqında uşaqkən, yəni 13 yaşında şəhid olub. Onun haqqında bəlkə gələcəkdə ailəcə, yəni həyatı haqqında bir video çəkərəm, onu da söz vermirəm, amma ola bilər. Qasımın anası Ramilə yaxud Nəfilə deyirlər. Həyatı da əsasən Kərbəla hadisəsi ilə bağlı olan o hadisələrdir. Tarix kitablarında elə çox, bir də 13 yaşlı uşaq, yəni nə yatdı ki, nə də yuxu görsün, belə deyək də öz dilimizlə. Elə əsasən həmin Kərbəla hadisəsinin əhatəsində, fonunda belə olan hadisələr qeyd olunub onun həyatı ilə bağlı. Bəlkə dediyim kimi, yəni gələcəkdə bir şey çəkərəm bununla bağlı. İmam Həsənin başqa bir oğlu Abdullah deyirlər və bu da mənə görə olmayan bir şeydir. Kərbəla hadisəsində həmin o görəndə ki, əmisi artıq öldürülür, qətlə yetirilir və atdı özünü meydana, özünün qolun verdi, qılıncın qabağına qolun kəsildi, əli kəsildi, belə şeylər yazılır. Amma məsələ burasındadır ki, bayaq da dediyim kimi, Abdullahın kiçik olduğunu, hətta Qasımdan kiçik olduğunu deyirlər və bəzi yerlərdə 8 yaşında olduğunu deyirlər. Bu da İmam Həsənin 10 il qabaq dünyasını dəyişməsini nəzərə alsaq Kərbaladan, onun oğlunun 8 yaşında olması mümkün deyil və mənə görə ya orada bu, yəni İmam Həsənin Abdullah adlı oğlu olmayıb, yəni belə bir şey olmayıb, yaxud orada bir Abdullah adlı oğlu olubsa, səhvən onu İmam Həsənin oğlu olaraq ona nisbət veriblər. Yəni bu naməlum bir şeydir. Bir də başqa bir oğlu deyirlər, Abdullah Sani, güya o da Kərbalada olub, İmam Həsənin başqa bir oğlu, yəni ikinci oğlu, ikinci Abdullahı belə deyək. O da balaca uşaq olub, o da yəni yuxarı aşağı eyni Abdullahla, elə birinci Abdullahla eyni olan məlumatları yazırlar onun barəsində də. Sadəcə qatilinin belə deyək fərqli verirlər ki, qatili fərqlidir. Belə İmam Həsənin övladları ilə bağlı xülasə danışsaq, yəni yekunlaşdırsaq məsələni, deməli belə olur ki, qızlarını kimə ərə verdiyini, yəni adları bilinən qızlardan gedir söhbət. Yəni 3 qız olmayıb, çox olub qızları. Kimlərə ərə verib, yəni bildik.
Biri İmam Səccadə ərə gedib, biri Abdullah ibn Zübeyrə, o biri də Zübeyrlərdən yenə də Əmir ibn Munzərə ərə gedib. Oğullarından da, yəni Kərbəlada şəhid olub Qasım kimi, bəziləri haqqında ki, məlumat yanlışdır, yəni tərəddüdlə danışmaq olar ən azından. Və əsasən 4 oğlu ki, Zeyd idi, Həsən Müsənna idi, Hüseyn Əsrəm idi, Ömər və Ömər idi. Bunlar 4-ü də uşaq övlad sahibi olublar. Amma ikisinin, yəni Hüseyn Əsrəmlə Ömərin soyu dayanıb, davam eləməyib. Soyları davam edən 2 oğlu olub, Zeydlə Həsən Müsənna. Və bugünkü gündə Həsəni Seyyidlər ki, deyirlər, İmam Həsənin soyundan gələn bu 2 oğlanın, yəni Zeydlə Həsən Müsənnanın soyundan gələnlərdir. Və bu adamların da soyundan gələnlər tarixdə bugünkü gündə məsələn Mərakeşin 95% Seyyidlərdir, hakimlər, yəni İmam Həsənin soyundan gələn şəxslər ki, Mərakeşi də idarə edirlər. Tunisi, ümumiyyətlə Şimali Afrikada çoxdur, yəni onların nəslindən. Yaxud da bu yanda olan İraqda, İranda olan Seyyidlərdən Təbətəbai Seyyidlər, Həkimilər ailəsi İraqda böyük ailələrdəndir. Yadıma düşənlər hələlik bunlardır. Bəlkə gələcəkdə bu barədə də, yəni Seyyidlər barəsində video çəksəm bu barədə də danışaram. Yəni bu dediyim məşhur ailələr də İmam Həsənin soyundan gələn Təbətəbailər, həkimlər, İmam Həsənin soyundan gələn Seyyidlərdilər və həmin ya Zeydin ya da Həsən Müsənnanın əsasən soyundandılar. Belə, bura qədər baxdınsa, rəylərdə bir təşəkkürünü alaram. Əgər xoşuna gəldisə video əlbəttə. Yox, əgər xoşuna gəlmədisə, heç nə yazma da, heç bir şey. Yaxud xoşuna gəldi, amma məndən zəhlən gedir, yaz ki, videon yaxşı idi, amma səndən zəhlən gedir.